Bismillahirrahmanirrahim. Hürmetli ve değerli dinleyiciler, dünyanın her harasında bizi eşidirsiniz. Sizleri salamlayıram. Bəhsimizin mövzusu Əhl-i Quburun ziyarəti və ən üstün olan hədiyələr, değerli olan hədiyələr ölənlərimizə nə şeylərdir? Yetişdik səlavat zikrinə, ən üstün olan hədiyələrdən ölənlərimizə səlavatdır. Dilimizi adət verək. Hədisdə var, kimsə bu dünyasını deyişəndə ən son sözü 3 şey olsa cənnətə daxil olar. Mən kana axiru kəlamihi la ilahə illallah dəxələl cənnə. Kimin son sözü bu dünyada la ilahə illallah təyyibə kəlməsi olsa cənnətə daxil olar. İkinci hədisdə buyurur, mən kana axiru kəlamihi əs-salatu aleyyə dəxələl cənnə. Kimin bu dünyada son sözü salavat ola Həzreti Peyğəmbərə cənnətə daxil olar. Və üçüncü hədisdə buyurdu, mən kanə axiru kəlamihi əs-salatu ala aliyyin əmirəl müminin dəxələl cənnə. Kimin bu dünyada son sözü salavat ola Mevləl müvəhhidin əmirəl müminin əleyhissalamə cənnətə daxil olacaqdır. Salavat xüsusunda o qədər hədislər varımız. Salavatın fəziləti, üstünlükləri o qədər çoxdur. Mən 40 cələsə, 50 veriliş salavatda danışam, yenə bitməz bunlar. Bəzilərin töhfə olaraq salavatın fəzilətində izah edirəm. Bəlkə tövfiq oldu, neçə veriliş məxsus salavat xüsusunda söhbət elədik. Salavat hər zamanda üstündür. Cuma axşamı və cümə günündə daha üstündür. Hədisdə var, 1000 qatı savabı üstündür. Allah və mələklər salam və salavat göndərirlər. O insana ki, Peyğəmbərimizə salavat göndərsin. Kanə ləhu fəzlun kəthir. Böyük üstünlüklər Allah sizə verəcəkdir. Nə şeydə? Salavat göndərməkdə. Mən əktərə fihi minəs salavatı aleyyə thəqqalallah mizanəhu yevmə təxifful məvazin. İnsanların əməl dəftərin verəndə qiyamət günündə o şey ki, əməl dəftərini, xeyr əməlləri ağırlaşdırar, nə şeydir? Salavat zikridir. Əvlən nas bi fi yevmil qiyamə əktəruhum aleyyə salatən. Mənə daha yaxın olan bir hədisdə buyurur, İnnə əqrəbəkum minni yevməl qiyamə. Qiyamət günündə Peyğəmbərlər bütün cəm edilər. Hamı istir Xatəm Peyğəmbərə yaxın olsun. Ən yaxın insanlar Xatəm Peyğəmbərimizə, Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və alihi və səlləmə kimdir? O kəs ki, çox salavat göndəribdir. Qiyamət günündə daha hamıdan yaxın eyləşəcəkdir Peyğəmbərimizə. İmam Rıza aleyhisselam buyurur, kimin günahı çoxdur, amma onu tədarük və bağışlatmağa imkan yoxudur. Salavat çox göndərsin. Salavat insanların günahların məhv eləyib, təmiz eləyib və pak eləyəndir. Salavatın içində Subhanallahın savabı vardır. La ilahə illallahın savabı vardır. Və Allahu Əkbərin də savabı vardır. Sanki bir ilaca bənzir. Hamı vitaminlər, kalsiyumlar, hər bir şey o salavatın içində Allah cəm eləyibdir. Lən yelicən nar mən səlla əleyh. Kim salavat əhli olsa nur əhlidir. Nur əhli nar və cəhənnəm əhli olmazlar. Cəhənnəmə daxil olmaz kim nur əhli və salavat əhli olmuş olar. Əs-salatu aleyyə nurun ələs-sirat. Peyğəmbərə salavat göndərmaqlıq cəhənnəm körpüsünün üstündə nurudur insana. Və kim nur əhli olsa, nar və cəhənnəm əhli olmaz. Dualarınızın qəbul olmaqlığının bir şərti budur. Duanı başlamadan öncə və duanın sonunda salavat göndərin Peyğəmbərə. Salavat bir qəbul olunmuş duadır. Allah həya elər. Duanın başlantısını qəbul eləsin, sonun qəbul eləsin, ortasını olurmu Kərim Allah qəbul etməsin? Haşa belə şey ola bilməz.
Ve son rivayetimiz budur. Ethqalu ma yuda'u fil mizan yevmel kıyame es-salatu ala Muhammedin ve ehli beyti. En ağır olan şey hayır emellerin içinde, kıyamet gününde ne şeydir? Salavattır peygambere ve ehli beytine. Buyurur, mən dayanmışam, kıyamet gününde dayanmışam. Bir insanı getirirler, cehennem əhlidir. İstəyirlər aparalar cehenneme. Mən deyərəm, əl saxlayın. Bunun əməl dəftərində baxın, görün neçə ədəd səlavat vardır. Səlavatlar üstə çıxanda üstünlük yaradar səlavat əhlinə və cəhənnəm əhlini cənnət əhli eləyər. Hər zamanda ağzımızı ətirli eləyək nəşəylə, səlavatla. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve en üstün değerli hediye ölenlerimize nedir? Salavattır Hazreti Peygamber ve ehli beytine. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Vesselamu aleykum ve rahmetullah ve berekatuhu.